Evdə kartofunuz və ununuz varsa, uşaqlarınız üçün bunu mütləq hazırlayın. Çox bəyənəcəklər. 2 ədəd iri kartofu qaynadıb püre edirik. Üzərinə kartofun öz suyundan 1 stəkan əlavə edirik. Bura 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 çay qaşığı quru maya, 1 ədəd ağlı sarılı yumurta əlavə edirik və 1 dəstə də şüydü xırda-xırda doğrayıb əlavə edib bunları yaxşı-yaxşı qarışdırırıq. Sonda da 450 qram un əlavə edirik. Çox yumuşaq və ələ yapışan bir xəmir yoğururuq. Xəmir ələ yapışqan olduğu üçün ən sonda da 2 yemək qaşığı duru yağ üzərinə əlavə edirik və xəmiri toparlayırıq. Xəmirin üzərin çay dəsmalı ilə örtüb yarım saat gözlədirik. Xəmirin tərkibində maya olduğu üçün mütləq yarım saat gözlətmək lazımdır ki, xəmir bir qədər mayalansın. Xəmir yarım saatdan sonra götürürük, baxırıq bir qədər də şişib, qalxıb, xəmiri mayalanıb, daha da yumuşaq olur. Mayalandıqca o qədər yumuşaq, kövrək, belə yapışqan bir xəmir olur ki, ona görə mütləq masanın üzərinə və xəmirin üzərinə un səpmək lazımdır. Xəmiri eyni bərabərdə olmaqla 2 hissəyə bölürük, yarısını saxlayırıq və yarısını da üzərinə altına un səpərək xəmiri əlimlə biraz belə yayıram və xəmir kəsən vasitəsilə üçbucaq formada kəsirəm. Tavanın içərisinə duru yağ əlavə edirəm və duru yağda hər iki üzünü qazın orta ateşində xına kimi qıpqırmızı qızardıb götürürəm. Həm çox sadə bir reseptdir, həm də çox asan hazırlanır. Evladlarınız üçün hazırlayın, çox bəyənəcəklər. Üzəri xırçıltılı, içərisi isə yumuşaq alınır və bir xeyli alınır. Videoda gördüyünüz kimi iri bir boş qabla sadə, çox tez hazırlanan pirajkilər alınır. Evladlarınız üçün mütləq hazırlayın. Yeni videolarda görüşmək ümidilə sağ olun, salamat qalın.